Demək 29-cu sualda ilk öncə qrafika baxırıq. Baxırıq heç bir reagent sıfıra düşməyibdir. 4 dənə alüminiumumuz 27-ni 4-ə vuranda 108, 3 dənə oksigenimiz 332-yə vuranda 96. Biz bayaqki məsələlərdə 108-ə bərabər elədik. O zaman alüminium sıfıra düşdü. Onda biz 108-dən bir qədər böyük rəqəm götürürük. Çünki kütlələr eyni yerdən başlayıbdır. Hər iki kütlə M-dir. Biz onda 110 götürək. 110-dan 108 çıxanda 2 qram alüminiumdan artıq qalır. 110-dan 96 çıxanda 14 qram oksigendən. Ən az alüminiumdan artıq qaldığına görə X-imiz alüminiumdur. Ən çox oksigendən artıq qaldığına görə Y-də oksigendir. X alüminiumdur. Bəli, bir düzdür. Y oksigendir. 2 düzdür. Baxın, burada reagentdə 2 dənə M, yəni 2 dənə 110 iştirak eləyibdir və Z maddəsi alınıbdır. Alınan maddə Z alüminium 2O3-dür. Alüminium 2O3-dür. Bunu istəmir bizdən. Alüminium 2O3-ü almaq üçün biz bilirik ki, reaksiya girən maddələr alınmış maddələrin kütlələrinə hər zaman bərabər olur. Deməli, biz C-ni almaq üçün bərabərdir 2 dənə M, yəni 2 dənə 110-dan istifadə elədik. Ancaq birindən A qram, birindən də B qram artıq qalıbdır. Onda bizim üçüncü ifadəmiz də doğrudur. 30-cu sual eyni sualın oxşarıdır. 31-ci suala baxaq. İlk öncə yadımızda saxlayaq. Azalanlar reagentlərdir, yəni reaksiya girənlərdir. Demək, X2 üstəgəl Y2 alınır. Z maddəsi. Deməli, X 56-dan 0-a düşübdür. Deməli, X 56 qram götürmüşük. 56 qram da sərf olunub 0 qram. Z-in içində deməli 56 qram X var. Bunu yadda saxlayaq. Daha sonra deməli Z-in ümumi kütləsi 68-dir. 68-dən 56-sı X-dən gəldi. Yerdə qaldı 12 qramda. Deməli Y-dən gəlməlidir ki, bizə 68 qram məhsul versin. Deməli, bundan 12 qram sərf olunubdur. Artıq qalıb 38 qram. Deməli, biz başlanışda C-ni nə qədər götürmüşük? 50 qram. Deməli, doğru cavabımız 50-dir. 32-ci sualda eyni bunun kimidir. Z-iniz 72-dir. 72-dən 64-ü X-dən gəlibdir. Deməli, yazaq. Z-in yerinə 72 yazaq. Bərabər eləyək. 64 üstəgəl Y tapırsınız buradan. Bu da eləyir 8. Deməli, Y 8 qram sərf olunub. 32 qram da artıq qalıbdır. Deməli, sizin C-niz 40 qramıymış. 40 qram. Daha sonra 33-cü suala baxırıq. Bu da bayaqki kimi sağı sola atomları bərabər eləməklədir. Solda 22 dənə oksigeniniz var. Sağda 6 dəfə 2, 12. 10 dənə burada 22. Deməli, bərabərdir. Daha sonra hidrogeniniz 20-dir. Y-ə 10 qoysaq, əmsala vuranda 20 eləyər. Hidrogen 10 oldu. Azotunuz 2 dəfə 2, 4. 2-yə böləndə Z azot 2 olur. N2-dir. Daha sonra karbonunuz 6-dır. 2-yə bölürsünüz. Karbonunuz 3-dür. Nisbi molekul kütləniz istəyirsə bizdə, onda 3-ü vurursunuz 12-yə. Üstünə gəlirsiniz. Üstünə gəldik. Üstünə gəlirsiniz 10 dənə hidrogen. Hidrogenin biri 1 qramdırsa, 10 dənəsi də elə 10 qramdır. Azot N 14-dür. 2-yə vuranda 28. Buradan aldığınız kütlə elə sizin molyar kütləniz olacaqdır. 34-cü suala baxaq. 1,2 qram magnezium 8 qram X2 ilə tam reaksiya daxil olur. Gəlin yazaq. Magnezium üstəgəl X2 alınır. Magnezium X2 birləşməsi. X-in
nisbi atom kütləsini hesablayaq. Burada baxırıq əmsal düşmür. 1,2 qram əgər 8 qram X ilə birləşirsə, normal formulumuzda bir dənə magnezium, yəni 24 qram var. 24 qrama X olacaqdır. X də bərabərdir. 24 vur 8 böl 1,2. Bu da eləyir, demək 162x-dir. Onda bizim bir dənə x-imiz 180 eləyir. Deməli, x-in nisbi atom kütləsi 80 qramdır. Daha sonra 35-ci sual qəbul suallardan biridir. Yəni, burada baxırıq, kütləni saxlama qanuna aiddir. 32 qram X2 birləşməsidir. 18 qram sudur. Z-imiz isə, buranı silək. Z-imiz isə 37 qramdır. T-ni bilmirik. Bərabərləşdiririk. Çünki reagentlərin kütləsi məhsulların kütləsinə hər zaman bərabər olur. Deməli, solda kütləniz elədi 50. Onda 50 bərabərdir. 37 üstə gəl T. T-niz də bərabərdir 13-ə. 13 qram T alarkən biz 18 qram su işlətdik. Yazıram 18 qram suya 13 qram T gedirsə, bizdə reaksiyamızda 2 mol sudur. 2 vur 18-ə X olacaqdır. 18-lər gedir. X bərabərdir 26. Deməli, doğru cavab T-nin nisbi atom molekul kütləsi 26-ya bərabərdir. 36-cı sualda eyni sualın təkrarıdır. 37-ci suala baxaq. Yəni, reagentlərimiz X-dir. X 40 qram götürülübdür. Y 16-da 0-a düşübdür. 16-dan hamısı sərf olundu. 0 qram qaldı. Amma X-dən müəyyən qədər sərf olunubdur. N qram qalıbdır. N qram qalıbdır. Amma bilmirəm nə qədər sərf olunubdur. Daha sonra alındı X, Y birləşməsi. İndi mənə deyir ki, X-in 80% reaksiya daxil olmuşdur. Baxıram, 40-ımız 100%-dirsə, 80%-ə X olacaqdır. X də bərabərdir. İxtisar aparaq 20-yə. Burada 4, burada 5. Deməli, 40-ı 5-ə bölürük 8. 8 dəfə 4, 32. Deməli, bizdə X 32 qram sərf olunubdur. 32 qram sərf olundu. 16 qram da Y sərf olunubdur. Deməli, bizdə X-Y-in ümumi kütləsi 48 qram olacaqdır. Doğru cavab 48-dir. Növbəti videolarda növbəti bölmələrin izahına davam eləyərik. Bunun üçün kanalımıza abunə olmağı unutmayın. Canlı və onlayn dərslər üçün demək 051 746 00 31 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.